Ölkə ərazisində günlər öncə müşahidə olunan qeyri-sabit hava şəraiti Respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən ümumi təhsil məktəblərinin istilik ilə təminat məsələsini gündəmə gətirib. Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon üzrə təhsil sektorunda fəaliyyət göstərən ümumi təhsil məktəblərinin istilik ilə təchizatı məsələsi nəzarətdə saxlanılır. Rayonun təhsil müəssisələrində istilik mərkəzləşdirilmiş qaydada, digər hissələrində isə müxtəlif vasitələrlə təmin olunur. Məktəblərin istilik təminatı ilə bağlı məsələlər, ehtiyaclar və problemlər payız aylarından etibarən toplanılır və oktyabr ayının əvvəllərindən etibarən məktəblərin istilik təminatı qarşılanılır, ödənilir və müvafiq problemlər aradan qaldırılır. Hal-hazırda ümumi təhsil məktəblərimizdə istilik təminatı ilə bağlı heç bir problem yoxdur. Müvafiq addımlar atılır bu istiqamətdə və məktəblərimizdə olan problemlər müraciət qeydə alındığı halda bu barədə məlumatlar toplanılır və həll istiqamətində müvafiq addımlar atılır. Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbində hazırda 226 şagird təhsil alır. Həmin şagirdlərin təlim tərbiyəsi ilə 30 müəllim məşğul olur. Məktəbdə istiliyi təmin etmək üçün odun sobasından istifadə edilir. Bütün ümumi təhsil məktəblərində olduğu kimi bizim də noyabr ayından istilik sistemimiz verilibdir. Bizim istilik sistemimiz odundur, sobalarla təchizatımız təmin olunmuşdur. Bizim də vəzifə borcumuz odur ki, gələcəyimiz olan nəsillərimizə düzgün istiqamət, savadlı bir Azərbaycan vətəndaşı yetişdirməyə borcluyuq. Yəni bunları da davam eləyirik. Şükürlər olsun ki, hələ ki elə bir problemimiz yoxdur. Kəlbəcər rayonu 109 nömrəli tam orta məktəbdə 227 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 36 təhsil verən məşğul olur. Ümumi təhsil məktəbində istilik qaz sistemi ilə həyata keçirilir. Biz avqust ayında məktəb tərəfindən komissiya yaradırıq ki, məktəbimizdə noyabr ayında heç bir qış mövsümü ilə əlaqəli olaraq heç bir problem yaranmasın. Ona görə qaz xətlərinin yoxlanılması, sobaların təmizlənməsi və digər işlər həyata keçirilir ki, şagirdlərimiz isti otaqlarda təhsillərini davam elətdirsinlər. Hər zaman müəllimlərimiz də şagirdlərimizin demək olar ki, yanındadılar. Onların təhsili ilə, tərbiyəsi ilə mütəmadi olaraq göstərişlər verirlər. Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbdə 512 şagirdin təhsil aldığı bildirilir. Təhsil alanların təlim tərbiyəsi ilə isə 44 müəllim məşğul olur. Məktəbin istilik ilə təminatına gəlincə, siniflər kombi sistemi ilə qızdırılır və təchizatla bağlı problem yoxdur. Bildirmək istəyirəm ki, məktəbdə istilik sistemində problemlərimiz yoxdur. Kombi sistemində işləyirik. Kombiyə nəzarət edən 2 işçimiz var. Ocaqçı olaraq gecə-gündüz nəzarət edirlər. Şagirdlərimiz gələn zamanda isti otaqlara gəlirlər. İstiliklə bağlı heç bir problemimiz yoxdur. Kəlbəcər rayonu 5 nömrəli tam orta məktəbi 1993-cü ildə fəaliyyət göstərir. Məktəbdə 60 şagird təhsil alır. Bu, şagirdlərin təlim tərbiyəsi ilə 24 müəllim məşğul olur. Məktəbdə istilik elektrik sistemi ilə təmin edilir. Məktəbimizin istilik sistemi elektriklə qızdırılır, hər şey qaydasındadır. Heç bir çətinliyimiz yoxdur. Məktəbimizə Kəlbəcər rayon təhsil sektoru, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi həmişə əlaqə saxlayır. Çətinliklərimiz olub-olmadığını soruşur. Həmişə bizim şəraitimizin yaxşı olmağına çalışırlar. Məktəbimiz həmişə fəaliyyət göstərdiyimiz dövrdə nəticələrimiz yüksək olub. Ali məktəbə qəbula görə, mədəni kütləvi tədbirlərdə şagirdlərimizin fəal iştirakına görə həmişə rayonun ən nümunəvi məktəblərindən biri olub. Aldığımız məlumata görə Kəlbəcər rayonu üzrə 101 məktəb var. Bu məktəblər Respublikamızın bir çox şəhər və rayonlarında fəaliyyət göstərir. Məktəblərin sinifləri kombi sistemi, elektrik və odun sobası ilə qızdırılır.